Allah Subhanahu taala'dan isteyirik ki, yani Allah Subhanahu taala bizi ilerledikten sonra gerilemekten korusun. Çünkü İlm ehli buyurur ki, bazı Müslümin, bazı Müslümanların çok təəssüf olsun ki, düştüğü problemlerden biri de odur ki, Ramazanın başında çok şücaətli olurlar. Ortasına gəldiksə ve axırına gəldiksə, başlayır, nələr başlayır, zəifləməyə başlayır. Ama İlm ehli buyurur ki, necə ki, hədislərdə sabitdir, innəl əməl bil xavatim. Əməllər sonluqlara görədir. Ve insan Ramazan ayını, xeyir aylarını sonuna doğru ve həmçinin ömründe sonuna doğru daha çok çalışmalıdır. Ona böyük alim İbn-i Cevzi, Allah ona rəhmət eləsin, buyurur ki, sizden biri əsla atlardan daha zəif olmasın. Çünkü atlar qaçış meydanında hədəf nöqtəsinə çatanda daha sürətli şəkildə qaçmağa başlayırlar. Bize finişe çatanda atlar neyle daha tez kaçmaya başlıyorlar ki hedefe daha tez çatsınlar. Ve siz de asla onlardan daha zayıf olmayın. Aslında daha şücaətli olun ki ayını sonunu daha güzel tamamlayasınız. Hadislere gelip Peygamber sallallahu aleyhi ve sellem ahır 10 günde daha çok çalışardı. Ahır günü bir şey kalmıyor. Ve öyle bir gece kalıp ki hansı ki 10 gecenin içinde yani 83-4 aydan daha çoktu. Kısaca 1000 ay hayrun min elfi şehr. Ve İlm ehli buyurur ki yegane hadiselerden biridir ki bir sure kamil şekilde nazil olur onun hakkında. Yegane hadiselerden biridir ki sure kamil şekilde onun hakkında nazil olur. Ve o surede başka hiç neden danışılmır. Bismillahirrahmanirrahim. İnna enzelna fi leyletil kadr. Ve ma adrake ma leyletul kadr. Leyletul kadr hayrun min elfi şehr. Tenezzelul melâiketu ve ruh fiha bi rabbihim min kulli emr. Selamun hiye hatta matla'il fecr. 5 ayenin 5'i de Kadir Gecesi'nden açılır. Ve Peygamber sallallahu aleyhi ve selleme birçok ayelerde Allah subhanahu ta'ala'nın emrillediği kimi ve ma edrake değil. Ve ma edrake. Hardan bilirsen. Bu ister Kadir Gecesi'nde olsun, ister kıyamet el-gâri'a mel-gâri'a ve ma edrake mel-gâri'a. Hardan bilirsen sen gâri'a nedir? Bu hemin şeyin əzəmətini vurgulamaktan ötürdü. Tazimini daha da uca tutmaktan ötürdü. Ona göre de bu ayet Peygamber sallallahu aleyhi ve sellem işare verir ne deyib? Deyir ki, en son 10 gün gələndə bel bağını möhkəm bağlayardı. Bel bağını möhkəm bağlayan ilm əhli deyir ki, yəni ibadətdə çox şiddətli şəkildə canla başına çalışardı. Bəziləri deyiblər ki, o bel bağını möhkəm bağlayardı, yəni yoldaşlarını əlaqəni tərk edərdi. Çünki etikafda keçirərdi. Bu günün əzəmətlərindən də biri nədir? Yəni bu 83 il 4 ay ibadeti bir gecede cam olması. Allah rahmet eylesin böyle İslam alimi İbn-i Qayyim ne diyor? Diyor ki eğer Allah bize deseydi ki ilim bir gecesinde gizletmişim Kadir Gecesini, o gecenin feziletinden dolayı ben ilim bütün gecelerini ibadete geçirerdim. Öyleyse 10 günde gizledim. Onda niye geçirmeyeyim? Yani deseydi ki Allah bize 365 günde bir gün, 355 günde İslam Hicri takviminden orada 10 gün azdı. 350 günde bir günlük edeceğiz. Ve ben her gecəni qalxardım qiyama, gecə namazına ki, həmin gecəni idrak edeyim diye. Bəs bu 10 gecədə də necə? Çünki əvvəlkilərə verilməyən şeylərdir. Ona göre Peygamber sallallahu aleyhi ve sellem'den sahabeler soruşandı ki, ya Resulullah bizden əvvəlkilər çok yaşırdılar. Əməllər də çox idi. Yaş çox olur axı. 200 il, 300 il vesaire. Bəs sizdə olanlar onlara verilmiyor. Burada verilenler, verin təsəvvürlə ki 10 dəfə Qədir Gecəsini idrak eləmiş olsan, neçə il ibadet edəcək? 84 ili, bu da 840 il, hələ 3 ayda hesablasın neçə ildə bu. Onun için böyük fəzilət. Ve Peygamber sallallahu aleyhi ve sellem deyir ki, bu Ramazan ayında elə bir gecə var ki, kim o gecədən məhrum olursa, o həqiqi məndə xeyirdən məhrum olur. Çünki böyük bir fəzilət əldən qaçır. Ona görə 3 hədis də bir-birinə bənzəyir. Mən samə Ramazan imanə və ihtisabən ğufira ləhum mə təqəddəmə min zənbi. Kim Ramazan ayını imanla, savabını Allah'tan gözləyər, oruçlu keçirərsə, keçmiş günahları bağışlanır. Mən qamə Ramazan imanə və ihtisabən ğufira ləhum mə təqəddəmə min zənbi. Kim Ramazan ayını qiyamda keçirərsə, yəni gecə namazı qılar, təravih namazı qılarsa, keçmiş günahlar olur. Üçüncü də mən qamə leylətil qadr imanə və ihtisabən. Üçü də eyni hədisdir. Axırda deyir ki, onun keçmiş günahları bağışlanır.
Ve İslam alimleri deyirlər ki, elə Cəbrail aleyhisselamın bəddua edib Peyğəmbər sallallahu aleyhi ve sellem'in de amin deməyi buna göreydi. Ve amin, amin, amin. Çünkü 3 tane şey için dedi. Bir, Ramazana çıkıp da bağışlanmadan gitmek. Hadislere bak, bu kadar bağışlanma hadislerine. Yani bu ayda da bağışlanmıyor, ne bak bağışlanmadı o insan. Bu ayda da ibadet edemeyip ne bak ibadet edecek. Söz vermiştin Ramazan'dan evvel düzeleceksen, mescide çok gideceksen, Kur'an çok okuyacaksan. Ey kardeşim, Ramazan kurtarır, hele düzelmemişsen. Bazılar Allah hidayet etsin, özünü halaldan saxlayır, haramla iftar atır. Ne bileyim sigaret çekir, gıybetten atır vesaire vesaire vesaire. Çünkü Ramazan medrese de seni öğretti ki sen halaldan özünü saklayabilirsen. Haramdan neyse saklamışsan. Ona göre kula vacibdir ki neylesin? Yani əməlləri sona doğru artırsın ki sonluğa göre tamamlanır. Ve yanacağını yaxşı doldursun. Yanacağını neylesin? Yaxşı doldursun. Yeni məhələ deyir ki Ramazan nəyə bənzəyir? Yanacaq doldurma məntəqəsin. 11 ay boşaldırsan, sürürsən. Gəlsən Ramazanda doldurursan. Yaxşı doldur ki, olsa 11 ayda sürə biləsən. Yoxsa 11 ayda getməyəcək. Ramazan da elədir. İbn-i Cevzi Rahmanullah nəyə bənzədi Ramazan ayını? Yusuf Aleyhisselama. Dedi, necə qardaşları çətinliyə üçün Yusufun yanına getdilər. Bütün aylar çətinliyə üçün gəlirlər Ramazan yanına. Onda olan başqa aylardan xələlər aradan qalsın ki, sonra da o aylarda rahat şəkildə keçirsin. Allah subhanahu teala bizi istifadə edən qullarından eyləsin. Və o Nəbi sallallahu aleyhi ve sellem bədduasından o amin deməyi, o Cəbrailin bədduasından bizi qorusun. Çünki Cəbrail aleyhisselam ona görə alimlər deyirlər ki, sənin o dua barəsində zənnin nədir ki, dua eləyən göyün ən əmin əminidir. Amin deyən də yerin əmini. Kim deyir dua eləyən? Dua eləyən kimdir? Cəbrail aleyhisselam. Əmin. Amin deyən Muhammed sallallahu aleyhi ve sellem. Heç bu duanın geri çevirme ihtimali var mı? Yok. Şimdi 3 tane şey için. Bir, Ramazana çıkıp da bağışlanmayanlıydı. 2-3 tane rivayet var. Bəzən deyib burnu yerindən sürürsün, bəzi rivayet var. Allah uzaqlaşsın. Hər bir halda hamısı böyük günah, qəbairdir. Çünki konkret nə gəlibdir? Cəza gəlib. Eğer bir İbn-i Teymiyyə Rahmanullah'a göre eğer bir rivayette, yani bir hadiste, bir ayette, bir günah barəsində ağır bir təhdid gəlibsə, deməli bu dəlilət edir ki, həmin günah nə günahdır? Qəbair, böyük günah. Bu uzaqlaşdırsın, burnu yerindən sürürsün. Ramazana çıxıb, sonra ikinci. Ata-ana yanında qocalıb cənnəti qazana bilmiyor. Subhanallah. Ata-ana yanında qocalıb da cənnəti qazana bilmiyor. Bəziləri gətirirlər ki, İbn Abbas deyir ki, radiyallahu anh, Quran-ı Kerimdə 3 şey bərabər zikr olunur. Bu üçü biri olmadan digəri də olmaz. Bir, Ati'ullah və Ati'ur Rasul. Allah və Resulüne itaat edin. Resul'a itaat eləmədən həqiqi mənada Allah'a itaat edilmiş sayılmazsan. Aqimussalə və atuz zəkə. Namaz qılın, zəkat verin. Zəkat vermədən həqiqi namaz qılanlardan sayılmazsan. Üçüncü, və qada rabbuka əllə ta'budu illə iyyəh və bil valideyni ihsana. Va'budullah ve la tüşriku bihi şey'en ve bil valideyni ihsana. Allah əmrlədi. Allah'a ibadət edin, ona heç bir şərik qoşmayın, valideynizə yaxşılıq edin. Rəbbiniz belə əmr elədi. Valideynizə yaxşı davranın. Və de ikisi bir yerdə zikr olunur. Tövhidlə valideyn. O valideynin haqqını riayət edin, həqiqi mənada tövhid əhlindən sayılmaz. Çünki bunlar üçü də bir-birinə bağlıdır. Və üçüncü də nədir? Adam çəkinəndə salavat deyilməyən kimsə. Yaxşı, bu üçünü bir-birinə bağlayan nədir? Niyə məhz bu üçü zikr olunur? Salavat, ata-ana, Ramazan ayı. Niye üçü birbirine? Çünkü alimler dedi ki, üçü de Allah'ın sana verdiği büyük bir mükafat. Sen ise elin tersinden geri çevirirsen onu. Men salli aleyhe salaten sallallahu aleyhi biha aşr. Kim bana bir salavat diyerse Allah karşılığında ona 10 derecesi diyer. Sen demiyorsun Allah istemiyorum sen 10 tane salavat. Neyse bir lisanın ve kal. Yani dininle demiyorsan onu. Lisanül hal, halın onu gösterir. Bir deseydin, ne diyeceydin? 10. 10 kat. 100 kat. Subhanallah. Ona göre bu üçü şeyin alimlerden için dikkat edilmeye lazım. Husus Ramazan ayına, ata-ananın yanında qocalmasına, üçüncü meselede ne değil? Salavat meselesine. Ve bunlar ümmetin, necə deyirlər ki, hem dininde hem de dünyasında ıslah olmadığı en büyük şeyler. Çünkü üçü de birbirine bağlıdır. Bir gufran, Ramazan, yani bu ayda da günahlardan bağışlayın. Ne var bağışlanacaksan? Büyük bir mükafat Allah sana verilmiş ki sen ise bunu neyse geri çevirsen. İkinci, ata-ana yanında qocalıp cənnətə qazanmanın en büyük səbəbidir. Peyğəmbər sallallahu aleyhi ve sellem ne diyor? El-valid
Ata kimdir? Cənnetin orta qapısıdır. İstəyən o qapını açsın, istəyən qapı bağlasın. Yani kimisi yaxşı davransın, səbəb olsun. Orta qapısı rəvayətə gəlir. Ana da haqqında da kifayət qədər dəlillər. O qədər ki, bəziləri deyirlər, təvatür dərəcəsindədir. Quran-ı Kerim bu barədə doludur və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi. Onun üçün qula vacibdir ki, yəni bu ayı xeyirlə tamamlasın. Və xüsusən Şəhrul Quran, Qurana fikir versin. Əgər bunu günə kimi oxumamısan, xətim eləməmsən, geri qalmısan və ya naqisdə eləmsənsə, bundan sonra da tamamlamağa çalış. Çünki bu fürsət bir dərə düşməyəcək. Yəni ona görə İbn Ütheymin rahimehullah sual verilir və deyir ki, rahimehullah bu iki dənə məsələni müsəlmanlar bir yerdə cəm etsələr yaxşı olardı. Bunun biri siyamdır, orucdur. Digərisi Qurandır. Çünki 183'te Allah Subhanahu Teala deyir ki, sizdən əvvəlki də fərz olundu ki, oruç da fərz olundu ki, necə tapasınız? 185'te deyir ki, Ramazan ayı Quran nazil olan aydır. Bəziləri deyir, oruçdular ama Quran oxumurlar. Bu da deyir, böyük bir naqislikdir. Çünki təkcə oruc ayı deyil, həm də Quran ayıdır. Allah bize istifadə edir.